Mingəçevirdə Kür Hazırlıq Mərkəzinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdiyi Qadınlar adlı musiqili ədəbi bədii tədbir Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilib. Tədbirin aparıcısı qonaqları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra kursun direktoru Rübail Nəbiyev çıxış edərək müəllimləri, dəyərli valideynləri, şagirdləri 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, tarix boyu qadınların öz zəhməti, mərhəməti, səbir və müdrikliyi ilə cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. Xüsusilə xanım müəllimlərin, gələcəyimiz olan şagirdlərin yetişməsində böyük fədakarlıq göstərdiyini, onlara yalnız bilik deyil, həm də insanlıq dəyərləri aşıladığını qeyd edib. Bu günləri Kür Hazırlıq Mərkəzi olaraq Mingəçevir şəhərində Dövlət Dram Teatrında valideynlərimiz üçün, müəllimlərimiz üçün 8 mart proqramı təşkil etmişik. Buradan bütün valideynlərimizi, müəllimələrimizi, bütün Mingəçevir şəhərində və Azərbaycanda olan xanımların 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xeyirli uğurlu olsun, ilimiz düşərli olsun. Qısa vaxt ərzində şagirdlərin hazırladıqları bir-birindən maraqlı səhnəciklər, rəqslər, şeirlər səhnənin bəzəyi olub. İlk olaraq səhnədə müxtəlif millətlərin rəqs nömrələri nümayiş etdirilib. Ananın öyüdü və vətənpərvərlik mövzusunda və Azərbaycan filmlərindən göstərilən səhnəciklər alqışlarla qarşılanıb. Tədbir rəqs fleşmoblarla davam etdirilib. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Mingəçevir.